TİKA'nın Gürcüstan koordinatorluğunun dəstəyi və Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan müftülüyünün təşkilatçılığı ilə Marniulidə iftar süfrəsi təşkil olunub. Tədbir müqəddəs Qurani Kərimin tilavəti ilə başlayıb. Daha sonra Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov çıxış edərək Ramazan ayının fəzilətlərindən danışıb və iftar mərasiminə göstərdiyi dəstəyə görə TİKA'ya təşəkkürünü bildirib. İftar süfrəsi açmışıq TİKA təşkilatının təşəbbüsü ilə və bütün bölgəmizdəki müsəlmanları dəvət eləmişik. Yəni məqsədimiz odur ki, bir yerdə iftar edək və dua edək. Və bu yeni məclisimizin, yeni bu məkanımızın da istifadə edək inşallah. Tədbirin davamında çıxış edən TİKA'nın Gürcüstan koordinatoru Zeynəb Bayraq, Türkiyə dövləti və TİKA olaraq hər zaman müsəlmanların yanında olduqlarını vurğulayıb. O, TİKA'nın təkcə Gürcüstanda deyil, dünyanın bir sıra ölkələrində də iftar süfrələri təşkil etdiyini və yardım paketləri təqdim etdiklərini bildirib. Birlik, Ramazan ayı biliyorsunuz paylaşma, birlik, beraberlik ayı. Bu birlik ve beraberliğimizi pekiştirmek adına Marniyeli kardeşlerimizle birlikte bir iftar yapmak istedik. Ayrıca bu gördüğünüz binayı da bizler TİKA olarak inşa ettik ve buradaki kardeşlerimizin hizmetine sunduk. Umarım burada güzel işler yapılır, güzel işlere vesile olur bu bina. Bu bir yapı değil, aynı zamanda kardeşliğin, dostluğun pekişeceği, güzel işlerin yapacağı, yeşereceği bir alan olur diye umut ediyoruz. Tədbirdə çıxış edən Türkiyənin Gürcüstandakı səfirliyinin dini müşaviri Mahmud Göl isə mübarək Ramazan ayının mahiyyəti və əhəmiyyətindən danışıb. İftar süfrəsinə Tbilisi, Rustavi, Marniuli, Bolnisi və Dmanisidən olan bir sıra inanclı müsəlmanlar qatılıblar.